dərsindən çox maraqlı bir mövzumuz var. Bizim mövzumuz fəsillər mövzusudur. Deyin görün, ildə neçə fəsil var? Afərin, ildə 4 fəsil var. Bəs bu fəsillər necə yaranır, öyrənmək istəyirsiniz? Uşaqlar, bizim yaşadığımız planet yer kürəsi adlanır. Bəs bizim göydə isidən nədir? Günəşdir. Bax, bizim planetimiz yer kürəsi günəşin ətrafında dövr. Bu proses nəticəsində yerin günəş ətrafında fırlanması nəticəsində fəsillər yaranır. İndi gəlin fəsillərin xüsusiyyətlərinə diqqət yetirək. Murad, bu hansı fəsildir? Yaz fəsilidir. Yazda hava necə olur? Afərin. Bəs biz yazda hansı bayramı qeyd edirik? Novruz bayramını qeyd edirik. Yazda ətraf nə rəngdə? Ən çox hansı rəngi görürsən? Yaşıl. Yaşıl. Afərin. Deməli təbiət necə olur? Yaşıllaşır, düzdürmü? Afərin sən. Yaşlı çiçələr açılır. Murad, bəs bax gör bu şəkildə hansı fəsil təsvir olunub? Yay fəslində hava necə olur? Çox isti olur. Afərin. Yayda dənizə gedirik. Dondurma yeyirik. Afərin. Qışda hava çox soyuq olur. Qışda qar topu oynayır. Afərin. Qışda qarın bağdaya cinləyir. Uşaqlar, bəs deyin görün, indi hansı fəsildir? Payız fəsil. Dostlar, indi payız bizə qonaq gələcək. Görək onun bizə hansı sözləri var? Salam uşaqlar. Mən payızam. Sap sarıyam, çoxlu xəzərlərim var. Mən gələndə çoxlu küləklər, yağışlar yağır. Yağış yağanda əlinizə nə götürürsünüz? Səfir.